Allah buyurur ki, xeyri yayanlara gözlemediği yerden kapatacağım. El-Hak, Allah dediyse açacak onlar bakın. Siz xeyri yaymaya devam edin. Bakın xeyri yaymağın özü xeyridir. Bəzən insanlar dua eləyir Sevinç xanım. Mənə deyir ki, mən dua edirəm, Allah mənim duamı qəbul etmir. Deyirəm ki, qardaş, bacı, xanım, dua etməyin özü qəbul olunmuş duadır. Dua eləyən insansan artıq nə istəyirsən? Dua eləyebilmək özü böyük bir iş. Nimətdir. Dua nədir? Bir yaradan var. Mən acizəm deyir Allah. Bakın ben bura kadar getirdim Allah'ım mənə sen yardım elə. Allah insanın Sevinç xanım böyüməsini istəyir. Deyir ki, sənə verdiyim imkanları sona qədər istifadə elə. Əgər sənə yeni imkanlar, rezerv, limit açmaq lazım olsa onu açacağım. Kur'an buyurur ki, ağıl artar ve azalar. Vicdan böyüyer.